Mənə ən çox son zamanlar verilən suallardan biri qığırdaqlarla bağlı, oynaqlar arası maye ilə bağlı, oynaqlarda gələn səs-küyü ilə bağlıdır. Bu halların bəziləri travmadan, bəziləri də daxildən yaranan problem olduğu üçün burada bəzi tibbiyat proqramlarında fərqli dəyişikliklər ola bilər. Çünki bəzən 2-3 nəfər eyni anda dost, yaxın, ailə üzvü müraciət eləyəndə, fərqli məhsullar veriləndə bəzən onlarda sual yaranır ki, biz ikimiz də eyni problem üçün gəlmişdik. Nəyə görə mənə fərqli, o şəxsə fərqli yazılır? Burada problemin dərəcə söhbəti var. Əgər travmadan yaranan və yaxud hansısa bir qalıcı bir problem varsa, biz onun üçün artıq yəni həm klinik müdaxilə lazımdır, həm də dəstəkləyici bizim məhsullardan vermək olur. Amma daxildən kalsi çatışmazlığından, oynaqlar arası maye keyfiyyətinin azalmasından, orqanizmdə hansısa bir maddənin azalmasına yaranan problemdirsə, həmin maddəni bədənə təmin edərək, bərpa edərək o nəticəni əldə etmək olur. Ona görə də əgər probleminiz varsa bu istiqamətdə, bizimlə əlaqə saxlayın, sizə uyğun tibbiyat proqramlarını tam təbii şəkildə təşkil edək. Siz də istifadə edib onun möhtəşəmliyini, onun faydalarını elə ilk istifadədə hiss edəcəksiniz.